Şəhərdən kəndə layihəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Paşa Holdingin dəstəyi ilə Azərbaycanda aqroekoturizmin inkişafı istiqamətində həyata keçirilən layihədir. Layihə əsas məqsədi fermerlər üçün əlavə gəlir mənbələri və məhsullarını yerindəcə gəlirə çevirmək imkanı yaratmaq, şəhər sakinlərinə fərqli istirahət təqdim etmək, turistlərin kənd həyatı, mədəniyyəti və adət-ənənələri ilə daha yaxından tanış olmasını təşkil etməkdir. Şəhərdən kəndə layihəsi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşmasını, yeni xidmət sahələrinin açılmasını, aqrar sahibkarlar üçün alternativ satış kanallarının yaradılmasını, kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin diversifikasiyasını, həmçinin onların ailə bizneslərinin inkişafını dəstəkləyir. İsmayıllı rayonunun Təzəkənd kənd sakiniyəm. Ailəmizlə birlikdə həmin kənddəki təsərrüfatımızda bircə yaşayırıq. 30 ildən artıqdır ki, bu kənddə arıçılıq fermer təsərrüfatının sahibiyəm. Bağçılıq, heyvandarlıq, quşçuluq, bu sahələrlə də məşğuluq. 2007-ci ildən ailəmizə məxsus sitrus və subtropik meyvə bağı salmışıq. Mən də həmin ildən bu bağa rəhbərlik eləməyə başlamışam. Şəki rayonunun Öyrək kəndində yaşayıram. Dövr elə gətirdi ki, bilgilərimizi artırmaq üçün Portuqaliyada, İtaliya, İspaniya, Avropanın əksər ölkələrində oldum. Çin Xarbin şəhərində 40 günlük geniş təsərrüfat qurmaq üçün təlimdə iştirak elədim. Geniş təsərrüfatı 2013-cü ildən sonra qurmağa başlamışam. 2015-ci ildən aqroturizmlə məşğulam. Tərəvəz əkirik, toyuq saxlayırıq, ördək saxlayırıq, hinduşka saxlayırıq, iri buynuzlu malqalarımızı saxlayırıq. Babamdan bizə miras qalan arıçılıq təsərrüfatını yetişdirərək bu günlərə çıxartmışıq. Bu təsərrüfatı yaradaraq Ballı Bağça adı altında təsərrüfat qurmuşuq. 24 ildir kənd turizmi ilə məşğulam. Mənim təsərrüfatım iri buynuzlu və xırda buynuzlu heyvanlardan, bir də tərəvəçiliklə məşğuluq. Bir də kafe var, 5 qatajım var, biri də öz qaldırma ev. Kəndimiz Şahdağ Milli Parkının meşə massivləri ilə əhatə olunub. Hardasa 50-60 sotluq həyətyanı sahəmiz var. Aqroturizmlə maraqlanan turistləri arıçılıq sahəsində onları maraqlandıraraq suallara cavab tapa bilərlər. Arıların iş prosesini izləyə bilərlər. Daha sonra bal toplantısında, bal süzümündə iştirak edə bilərlər. Məsələn, bağ meyvə yığımında, tərəvəz yığımında iştirak edə bilərlər. 15-ci ildir ki, məhz Azərbaycanda aqroekoturizmin yaradılması ilə məşğul oluram. Mülkiyyətimdə olan 8 hektarlıq Öyrək kəndində yerləşən ərazidə Biogarden aqroekoturizm məşğulluğunu yaratdım. Dünyanın əksər ölkəsindən, istər Avropadan, Çindən, Amerikaya qədər burada bitkilər var. Təsərrüfatımızda 250 arı ailəsi var. İstehsal etdiyimiz məhsullar akasiya balı, lavanda balı, faseliya balı, çiçək balı, şabalt balı, zökə balı və bu ildən etibarən köçəri arıçılıqla məşğul olmağa başlamışıq və orada bizim yeni bal növümüz qayatikan balı olacaqdır. Xarici qonaqlar gəlib bizdə qalır. Onlara nə lazım olsa bütün köməklər edirik. Onları qarşılamaq, onları aparıb gəzdirmək. Gələn qonaqlara kənd məhsullarından veririk. Özü üçün aparmağa da istəsək, satırıq onları aparırlar. Məhsul yığımında iştirak edə bilərlər, heyvanları bəsləməyində iştirak edə biləcəklər. Gələn qonaqları biz kivi turşusu, feyxua turşusu, kinkan kompotu, kinkan mürəbbəsi, kivi mürəbbəsi, naringi mürəbbəsi ilə təzyiqləndirə bilirik. Təsərrüfatımıza gələn qonaqlar burada həm orqanik dadlı kənd yeməklərini dada bilər, eyni zamanda təsərrüfat işlərində iştirak edə bilər, yaxınlıqdakı Vəlbinə gölündə balıq tuta bilər. Çalışmışam ki, insanları təbiətə daha çox bağlayam. Burada balığın məsəl üçün çoxlu sayda növünü görmək olar. Quşların istər dekorativ, istər ev quşları, toz quşundan, xarici quşlara qədər, dovşanından, cins itlərə qədər. O cümlədən kafe sistemi, restoran və digər xidmətlər də burada mövcuddur. Camışçılıq təsərrüfatımız da var. Qaymaqdır, qatıqdır, yağdır, şordur. Bu məhsullar yerində turistlərə təklif olunur. Fəaliyyətə başladığımız ilk vaxtlarda qonaqların sayı müəyyən qədər az olsa da, sonraki müddətdə hər ay üçün 300-500 arası qonaq qəbul eləmə iqtidarında olub. Bizim həyata keçirdiyimiz o kütləvi tədbirlər vasitəsilə təsərrüfatımıza bəzi hallarda bir ay ərzində 700-800 belə qonağın cəlbi qeydə alınır. Təsərrüfatımızda apiterapiya və aromaterapiya otaqları da fəaliyyət göstərir. 2021-ci ildə bu otaqları hazırlayaraq turistlərin xidmətinə verdik. Apiterapiya dedikdə arı havası ilə müalicə nəzərdə tutulur. Aromaterapiya da çiçək toxumlarının və özlərinin arı məhsulları ilə birgə sintezini yaradaraq bir otaq təşkil etmişik və bu otaqda da ki, gələn qonaqlarımız bu xidmətdən istifadə edirlər.
Qonaqları Cənub mətbəxinin dadlı təmləri ilə də tanış edirik. Bunlardan biz turş kebab, tas kebabı, ləvəngi toyuq, ləvəngi badımcan, qoz köküsü, şami, tərə kimi yeməklər də hazırlayırıq. Gələn qonaqlarımız nəinki bu yeməklərin dadına baxa bilir, eyni zamanda onların hazırlanması prosesində iştirak edə bilir. Master klasslarda bizimlə yanaşı onları necə hazırlamaq lazım olduğunu da öyrənə bilirlər. Son illərdə şəhərdən kəndə layihəsi fəaliyyətə başladı. Həmin layihəyə iç qoşulanlardan birisi kimi burada çoxlu sayda xidmət sahəsinin inkişaf etdirilməsi üçün işlər görmüşdü. Kürələrin, təndir sisteminin qurulması, abadlıq işlərinin aparılması, inventarla təchizatı, soyuducudan tutmuş qab-qacağa qədər geyim formaların verilməsi, o cümlədən istehsalımıza bir balaca da müsbət rəng qatmaq üçün bildirçin yetişdirilməsi üçün şəraitin yaradılması. Bizim təsərrüfatımız məhz şəhərdən kəndə layihəsi ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyətə başlayıb və sonrakı dövrdə layihə çərçivəsində biz müxtəlif turlar, qonaqlar qəbul eləmişik. Bundan sonrakı müddətdə isə layihə tərəfindən bizim təsərrüfatımızda müəyyən abadlıq işləri görülüb. Çardaq bizim üçün salınıb, eyni zamanda ərazinin işıqlandırılması təşkil olunub, ərazinin giriş hissəsində müəyyən abadlıq işləri görülüb və digər məsələlərin təşkilində dəstəklər göstərilib. Şəhərdən kəndə layihəsi bizə böyük dəstək verdi. Gələn qonaqların əyləşib istirahət eləməsi üçün söhbətxana, ayaq yolları tikdilər, arıxanamızın ətrafını çəpərlədilər, işıqlanma sistemi yenidən qurdular. Bəzi avadanlıqları, böyük həcmli samavarlar gətirdilər bizə. Arıçılıq turizmində bir təkan verdilər. Mən şəhərdən kəndə layihəsinə müraciət elədim. Sonra çağırdılar təlimlərə, müəyyən təlimləri keçdik. Öyrəndik ki, turistləri necə qarşılamaq olar, onlarla necə rəftar eləmək olar, nəyə ehtiyacım var, göstərdim nə lazımdırsa. Onlar da çox sağ olsun ki, rəsm çəkiblər, uşaq meydançası düzəldiblər, bir də həyətin girəcəyində məhəccər düzəldiblər. Şəhərdən kəndə layihəsi ilə sıx əməkdaşlıq edirik. Təlimlərdə iştirak edib, orada öyrəndiyim bilik və bacarıqları qonaqların qarşılanmasında istifadə etmişik. Təlimlərdə təcrübə toplamışam, gəlin qonaqlara biraz da yaxşı, yüksək qulluq eləyirəm. Şəhərdən kəndə layihəsi çərçivəsində bizə müəyyən dəstək göstərilib. Həyətyanı sahəmizdə söhbətgah tikilib, təndirxana təmir olunub, pilləkən, həyətyanı hasar yenilənib. Gələn qonaqlar üçün həyətimizdə şəraitimiz yox idi. Müraciət elədim. Şəhərdən kəndə layihəsi təsərrüfatımda söhbətgah tikdi, stol üstü dəstəyi göstərdi. Təsərrüfatımı abadlaşdırdılar. Şəhərdən kəndə layihəsi çərçivəsində bu il bağımızda qidalanma sahəsində yardımçı sahə, bağımızın giriş qapısı və uşaqlar üçün oyun meydançası qurulub. Eyni zamanda qidalanma sahəsi üçün stol-ustul dəstələri ilə də təmin olunmuşuq. Şəhərdən kəndə layihəsi çərçivəsində bizim ərazimizə, təsərrüfatımıza 5 tur təşkil olunub. İl ərzində hardasa 300-dən artıq yerli və xarici turist bizə müraciət edib. Ən əsaslarından biri də bizim tanıtımdır. Bura il ərzində 15 minə yaxın turistin gəlməsinə şərait yaratmışdır. Yeni mövsümə start vermişik. Ümidvarıq ki, bu illəri daha çox turist, yerli, xarici, istər hardan olsun, turistləri daha çox qəbul edəcəyik və daha çox turistə xidmət göstərəcəyimizi düşünürük. Hər həftə sonları bağımızda çoxlu turistləri qəbul edirik. Bu da bizim təsərrüfatın inkişafına, gəlirlərimizin artmasına kömək eləyir. Bu layihə təsərrüfatımda çox şey dəyişdirdi. İndi mən qonaqlara daha yüksək xidmət göstərirəm. Booking-də 9.4 bal məndədir. Həm də 3 ulduz da veriblər. Özüm yemək onları verirəm ki, qoy Azərbaycan barədə yaxşı təəssüratları olsun. Bu gözəl məkanı əyani olaraq öz-özün görməsi elə bilirəm sizdə daha yadda qalan, daha ecazkar bir hisslər yaradacaqdır. Bundan sonraki müddətdə isə biz xidmətlərimizi daha da genişləndirməklə düşünürük ki, həm kənd əhalisi üçün, həm də ölkəyə gələn xarici turistlər, eləcə də yerli turistlər üçün daha geniş imkanlar yaratmaqla daha geniş kütləni məhz aqroturizm təcrübəsinə cəlb etmiş olacağıq. Zəhməti keçən hər kəsə öz təşəkkürümü bildirirəm və bütün səyahətsevər insanları öz bağımızda qonaq olmağa çağırıram. Bu cür dövlət dəstəyi bu sahəni inkişaf etməyə dəstək verəcəkdir. Bu bizim üçün uğurlu bir başlanğıc oldu. Şəhərdən kəndə layihəsi həm fermerlərin, həm də turist kimi bölgələrə səfər edən insanların maraqlarını təmin edir. Belə ki, layihənin dəstəklədiyi təsərrüfatlara səfər edən yerli və əcnəbi turistlər maraqlı və fərqli istirahət etmək, kənd təsərrüfatı məhsullarını yerində almaq və təbiətə daha yaxın olma imkanı əldə edirlər. Fermerlər isə aqroekoturizm kimi yeni məşğulluq sahəsinə cəlb olunurlar.
Agroekoturlar nəticəsində fermerlərin istehsal etdikləri məhsullar üçün yeni satış kanalları yaranır və təsərrüfat sahiblərinin gəlirləri artır.